Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz deməli Abituriyent jurnalının 2026-cı il buraxılışında olan model suallar üzərindədir. Deməli birinci sualımız belədir. Məqsəd və intonasiyaya görə digərlərindən fərqlənən cümlələrdir. Biz bilirik ki, cümlənin məqsəd və intonasiyasına görə 4 növ vardır. Nəqli cümlə, əmr cümləsi, sual cümləsi və nida cümləsi. İndi baxaq görə bunlardan hansı fərqlidir? Birinciyə baxaq, hər gün idmanla məşğul olsun və sağlamlığını qorusun. Bu cümlənin xəbərlərinə biz baxaq, çünki adətən xəbərdə özünü göstərir məqsəd və intonasiya. Məşğul olsun cümləmin xəbəridir və feilin əmr şəklindədir. Deməli bu əmr cümləsidir. Bu da qorusun da feilin əmr şəklindədir. Deməli bu cümlə əmr cümləsidir. Sonra gəl qoşulaq durnalara. Bu cümlənin xəbəri qoşulaqdır. Bu da əmr cümləsidir. Çünki feilin əmr şəklindədir. Aşıq Şəmşir Dəli dağdan keçəndə Kəhlili dağlardan xəbər al mənə. Xəbər al. Bu da cümlənin xəbəridir və feilin əmr şəklindədir. Qoy bir qədər yaddaşımı təzələməyə çalışım. Çalışım cümləmin xəbəridir və bu da əmr şəklindədir. Vurğunu da Salaryada düz ılğarı bizim dağlar. Bu cümlənin xəbəri əmr şəklində deyil, feilin xəbər şəklindədir və bu cümlə nəqli cümlədir. Ona görə bu digərlərindən fərqlidir. Doğru cavab da elə Y variantıdır. Keçdik növbəti sualımızın izahına. İkinci sualımızda deyir ki, hansı cümlələrdə baş üzvlər, yəni mübtəda və xəbər eyni bir nitq hissəsinin ifadə olunubdur? Baxaq, birinci, bu savaşda məhz mübarizlər qələbə qazandı. Cümlənin xəbəri qələbə qazandılardı. Bu frazoloji birləşməni ifadə olunur və feil formasındadır. Mübarizlər isə yəni mübariz insanlardan söhbət gedir. Bu da sifətlə ifadə olunur. Deməli burada fərq var. Ona görə də deməli bu fərqli nitq hissələrdir. Bu olmayacaq. Bir getdi. Əziz qızım, bəs sən necəsən? Sən burada əvəzlikdir. Necəsən burada əvəzlikdir. Biri şəxs, biri sual əvəzliyidir. İkini götürəcəyik. Qələm yazanı qılınc poza bilməz. Poza bilməz cümlənin xəbəridir və feillə ifadə olunubdur. Cümlənin mübtədası isə qələm yazanı, daha doğrusu qılınc sözdür burada. Qılınc sözü isə isimlə ifadə olunubdur. Ona görə biri isim, biri feil deyə bunu götürmürük. Sonra bu il birincilər əvvəlki illərə nisbətən daha çoxdular. Çoxdular cümlənin xəbəridir və sayla ifadə olunub. Cümlənin mübtədası isə birincilərdir, bu da sayla ifadə olunub. Doğru cavab olacaq 2 və 4. Yəni D variantı. 5-də günəş bütün qaranlıqları arxada qoyaraq şəfəqləndi. Şəfəqləndi cümlənin xəbəridir, feildir. Günəş də isimdir. Ona görə bu da fərqlidir. Doğru cavab oldu 2 və 4. İndi burada belə bir cədvəl veribdir. Cədvələ baxaq. Deyir ki, nümunələri əsasən cədvəldəki doğru fikirləri müəyyənləşdirin. Burada baxacaq 4 bucağı və 3 bucağı aid olanlara. Birinci deyir ki, mübtəda isimlə ifadə olunubdur. Baxaq. Həyat güzgüdür, ona necə baxsan, sənə elə cavab verər. Bu cümlə mübtədası həyatdır və təbii ki, biz bilirik ki, həyat sözü həyat sözü isimdir. Doğrudur bu. Yəni isimdir. Mübtəda isimlə ifadə olunubdur. 1 doğrudur. Sonra bütün xəbərlərin ifadə vasitəsi eynidir. Bir dənə baxaq. Güzgüdür cümləmin xəbəridir. İsimlə ifadə olunub. Baxsan xəbərdir, feillə ifadə olunub. Verər xəbər feillə ifadə olunub. Deməli eynidir fikri yanlışdır. Çünki ikisi feillə ifadə olunub, biri isə isimlə ifadə olunubdur. Sonra təyin sual əvəzliyi ilə ifadə olunubdur. Baxaq görək. Burada sual əvəzliyi hansıdır? Necə sual? Budur, necə sual əvəzliyidir və burada təyin kimi işlənməyibdir. Zərflikdir. Sənə elə cavab verər. Burada da elə lap təyin kimi işlənsə belə yenə də bu sual əvəzliyi deyil. Deməli işarə əvəzliyidir. Ona görə 3 də yanlışdır. Deməli 2 və 3 olan variantları çıxaq. 2 və 3. Doğru yerdə qalır 1 və 5. Baxaq indi bu birisinə də. Altından xətt çəkilmiş söz ikinci dərəcəli cümlə üzvüdür. Sonu görünməz. Burada onun əvəzliyini qarşısına artırsaq, burada sonundakı u deməli mənsubiyyətdir. Ona görə bu adlı xallı sözdür. Yəni nəyə sualını vermirik? Burada nə sualını verəcəyik? Çünki bu adlı xallı söz olduğu üçün və bu da cümlənin mübtədasıdır. Yəni ikinci dərəcəli cümlə üzvü deyil. Bu fikir də yanlışdır. Sonra
birinci xəbərin ifadə vasitəsinin tərkibində köməkçi nitq hissəsi də var. Bilik dəniz kimidir. Bax, dəniz kimidir. Cümləmin xəbəridir və tərkibində nə var? Qoşma var. Deməli, bu da doğru fikir. Doğru cavab oldu 1 və 5. Keçək 4-cü sualımızın izahına. Deyir, hansı cümlədə fərqli nitq hissələrin sayı cümlə üzvlərinin sayından çoxdur? Baxaq, ağrılıdır cümləmin xəbəridir. Ağrılıdır cümləmin xəbəridir. Nə? Səbir cümləmin mübtədasıdır. Amma onun meyvəsi həmişə şirindir. Şirindir cümləmin xəbəridir. Həmişə cümləmin zərfliyidir. Onun meyvəsi cümləmin mübtədasıdır. Amma burada bağlayıcıdır. Burada neçə dənə fərqli nitq hissəsi var? Deməli, isim var. Ağrılıdır sifət. 2. Sonra 3 bağlayıcı. Bu söz birləşməsidir. Bunun tərkibində sayırlar, saymırlar, bilmirəm. Əvəzlikdir. Həmişə də zərfdir. Deməli, amma cümlə üzvü olaraq 1, 2, 3, 4, 5. Elə demək olar ki, bərabərdir cümlə üzvü ilə fərqli nitq hissələrin sayı. Cəsarətlə deyilən söz şəfalı olar. Şəfalı olar nə söz? Hansı söz? Cəsarətlə deyilən. Cəsarətlə zərfdir. Deyilən feildir. Deməli, söz isimdir. Şəfalı olar da bütövlükdə feildir. Deməli, burada 2 dənə fərqli nitq hissəsi var. Bir feil var. Bir də isim var. Daha doğrusu feil var, isim var, bir də zərf var. Cümlə üzvü də elə sayca bərabərdir. 3 dənə cümlə üzvümüz var. Təyin var, mübtəda var və xəbər var. Zaman ədalətli hakimdir. Bax, burada zaman sözü cümləmin mübtədasıdır. Hakimdir cümləmin xəbəridir. Necə hakimdir? Ədalətli. Bu da cümləmin təyinidir. 3 cümlə üzvü var. Mübtəda, təyin və xəbər. 3 dənə də fərqli nitq hissəsi var. Daha 3 dənə yox, 2 dənə. Zaman isimdir, ədalətli sifətdir, hakimdir isimdir. Yəni burada da fərq yoxdur. Yəni fərqli nitq hissələrin sayı cümlə üzvlərinin sayından çox deyil. İndi baxaq 4-cü D variantında. Yeni kəşflərinlə insanları təəccübləndirməyimi istəyirsən? Bax, yeni nədir? Burada qoy bir dənə cümlə üzvlərini ayıraq. İstəyirsən nəyi? Yeni kəşflərinlə insanları təəccübləndirmək. Təəccübləndirməyi daha doğrusu. Bütövlükdə tamamlıqdır. Bütövlükdə tamamlıqdır. Bir dəqiqə. Biraz balacalaşdıraq. Bütövlükdə tamamlıqdır. Yeni kəşflərin insanları təəccübləndirmək mi istəyirsən? Bəli, bütövlükdə tamamlıqdır. Bəs nitq hissələri baxımından bölsək bunu. Yeni deməli sifətdir. Kəşf isimdir. Lə burada qoşmadır. İnsanları isimdir. Təəccübləndirmək feildir. İstəyirsən feildir. Təbii ki, burada 2 dənə cümlə üzvümüz var. Bir tamamlıq var, bir də xəbər var. Amma nitq hissələri gördük ki, yəni isim var, sifət var, qoşma var, feil var və 4-dür də, yəni daha çoxdur ondan. Ona görə doğru cavabımız olacaq burada D variantı. Keçdik 5-ci sualımızın izahına. Burada deyir ki, Euler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Yumrunun və dördbucağa aid olanları biz tapmalıyıq. Baxaq burada bir dənə. Deyir ki, əlavə ikinci dərəcəli cümlə üzvünə aiddir. Bir dənə baxaq. Dost tanış daha doğrusu dağa, təbiət qoyuna istirahətə gedib. Gedib, kim? Dost tanış, hara gedib və ya da nə məqsədə gedib daha doğrusu. Dağa gedib, təbiət qoyununa istirahətə gedib. Yəni, bu zərflikdir. İkinci dərəcəli cümlə üzvünə aiddir. Çünki dağa sözü burada zərflikdir. Təbiət qoyununa, bu da zərfliyin əlavəsidir və bu doğru fikirdir. Yəni, ikinci dərəcəli cümlə üzvünə aiddir. Amma bir də buna bax, Şuşa mədəniyyət paytaxtı xarici qonaqları qarşılayır. Burada da Şuşa cümlənin mübtədasıdır və əlavə mübtədəyə aiddir. Deməli, ikinci dərəcəli üzvə aiddir. Əlavə ikinci dərəcəli üzvə aiddir fikri yalnız birinciyə aiddir. Yəni, bu doğru fikirdir. Sonra, əlavə nitq hissəsi ilə ifadə olunmuş üzvə aiddir. Deməli, dağa, bu da nitq hissəsindən ifadə olunubdur. Şuşa da nitq hissəsindən ifadə olunubdur. Yəni, bu ortaq cəhətdir. Amma təkcə bunun altında yazılmağı yanlışdır. Bu ortada yazılmalıdır. Gəldik üçüncüyə baxaq görə ortaq cəhət kimi yazıb. Əlavənin tərkibində yönlük halda olan söz var. Əlavənin tərkibində. Burada
Var. Qoynuna sözü yönlü çallı sözdür. Hə, bunlar razılaşdım. Amma bəs ikincidə Şuşa mədəniyyət paytaxtı. Axı mədəniyyət paytaxtı sözünün içərisində yönlü çallı söz yoxdur. Ona görə 3 də səhvdir. Əlavə söz birləşməsinin ifadə olunubdur. Baxaq. Təbiət qoyunu söz birləşməsidir. Mədəniyyət paytaxtı söz birləşməsi. Ortaq cəhətdir. 1 və 4 doğru cavab ilə A variantıdır. Əlavəli üzv xəbəri izah edir. Şuşa mədəniyyət paytaxtı. Birinci əlavəli üzv mübtədadır. Yəni bilirik ki, cümlədə də mübtəda heç bir cümlə üzvündən asılı deyil, onu izah eləmir. Ona görə 5 səhvdir. Bütün cümlə üzvləri eyni nitq hissəsinə aid sözlərlə ifadə olunub. Bütün cümlə üzvləri eyni nitq hissəsinə aid olan sözlərlə ifadə olunub. Baxaq, Şuşa isimlə ifadə olunubdur. Xarici, daha doğrusu bu sifətlə ifadə olunub. Qonaqları isimdir, qarşılayır feildir. Deməli, bu da yanlış fikir. Doğru cavab oldu 1 və 4. Keçək növbətə 6-cı sualımızın izahına. Həmcins üzv işlənmiş cümlə, xitab işlənmiş cümlə. İndi uyğunlaşdıraq bunu. 6-cını. Deməli, həmcins üzv ana vətənimizi, müqəddəs torpağımızı qorumaq hamımızın borcudur. Burada həmcins cümlə üzvü yoxdur. Bunu necə bildik? Çünki həmcinsi söz birləşməsinin əsas tərəfində sadalanma olanda olur. Bir dənə baxın, hamımızın borcudur. Cümlənin xəbəridir. Nə? Ana vətənimizi, müqəddəs torpağımızı qorumaq. Düzdür? Bütövlükdə mübtədadır. Bütövlükdə mübtədadır. Və bunun sadalanma aslı tərəfindədir. Ona görə bu həmcins sayılmır. Ona görə bunu heç birinə götürməyəcəm mən. Yəni A variantını. İkinci, ayaq ol. Dost var, düşmən var. Ayaq ol nədir? Xitabdır. Deməli, bu gedəcək ikinciyə, B variantı. Sonra, bizim kəndimizdə hamı mərdi, namərdi ayırd edə bilir. Ayırd edə bilir. Kimi namərdi? Namərdi. Bir dəqiqə. Hə. Namərdi. Sonra, mərdi. Həmcinslik var? Bəli. Bu nə aiddir? Tamamlığa aiddir. Yəni, həmcins üzvə aiddir. Düzdür? Bunu yazırıq. Bunu yazırıq buradan. Neçəncədir bu? C variantı. Həmcins üzvə aiddir. Sonra, uşaqlarımız oxumaqdan, öyrənməkdən yorulmurlar. Oxumaqdan, öyrənməkdən. Bunlar nədir? Bunlar həmcins tamamlıqadır. Yenə həmcins cümlə üzvü oldu. Bu da getdi bura. D variantı. Sonra, kənddə danışırlar ki, rejissora bizim kənddən də 1-2 nəfəri kinoya çəkəcəklər. Burada da heç nə yoxdur. Nə xitab var, nə də həmcinsi var. Doğru cavab olur 1 C, D, 2 də B. Bu gedir A variantına. A variantına. Sonra gəldi 7-ci sualımızın izahına. Uyğunluğu deyil, müəyyənləşdirin. Açıq saitlə başlayıb, açıq saitlə bitən ahəng qanuna tabe olan sözdür. Biz burada dostlar, təbii ki, tələffüz əsas götürəcəyik. Qapalı saitlə başlayıb, qapalı saitlə bitən ahəng qanuna tabe olmayan sözdür. 7-ci. Bir dənə baxaq. Elita. Deməli, bu açıq saitlə başlayıb, açıq saitlə bitir. Amma ahəng qanuna tabe deyil. Çünki E sözü, saiti daha doğrusu, saiti daha doğrusu açıqdır. O da açıqdır. Amma ahəng qanuna tabe deyil. Ona görə ki, saiti incədir, A qalındır. Ona görə bu heç birinə getməyəcək. Bu yanlışdır. Sonra özgə sözü. Ö açıqdır, açıqdır və ahəng qanuna tabedir. Deməli, bu gedəcək B variantına, yəni birinciyə. Sonra əndişə açıqla başlayıb, açıqla bitir. Amma ahəng qanuna deməli, bu da tabedir də. Bəli, bu da tabedir. Çünki Ə və E ikisi incə saitlərdir. Usta qapalı saitdən başlayıb, qapalı saitdən bitir və ahəng qanuna tabe olmayan sözdür. Yox, bu əslində ahəng qanuna tabedir. Ona görə bu da getməyəcək. İşıqlı. Deməli, qapalı saitlə başlayıb, qapalı saitlə bitir və ahəng qanuna tabe olmayan söz. Çünki I incədir, I qalındır. Ona görə bu da gedəcək bura. 1-ə B, C, 2-yə Y. Doğru cavab oldu D variantı. 8. Hansı frazoloji birləşmənin mənası düzgün verilməyibdir? Baş qoşmamaq, əhəmiyyət verməmək. Bu doğru verilibdir.
Özündən getmək, özündən çıxmaq xeyir. Yəni özündən getdi, nə bilim, ürəyi getmək mənasında, özündən getmədə, yəni o mənada. Özündən çıxmaq da, yəni hirslənmək mənası. Ona görə bu yanlışdır. Düzgün verilmiş doğru cavab elə budur. Göz qoymaq, nəzarət etmək doğrudur. Ucuz tutmaq, lazımı dəyər verməmək doğrudur. Ah çəkmək, qüssədən köks götürmək doğrudur. İndi gəldik 9-cu sualımızın izahına. Həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyan sözdür. Söhbət təbii ki, feili bağlamadan gedir. Bu, biri qaça-qaça sözüdür, feili bağlamadır. Bir də dayanaraq sözdür. Yəni başqası yoxdur burada. Elə doğru cavab olacaq 1 ilə 2. Yəni Y variantı. Sonra nümunədəki köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Baxaq köməkçi nitq hissələrinə. Kaş, elə ikisi də ədatdır. Sizin dediyiniz kimi qoşmadır, olsun çünki bağlayıcı. Bu hamının istəyidir. Ədat, qoşma və bağlayıcı. Doğru cavab oldu A variantı. Keçdik mətnlərimizə. Birinci mətnimiz deməli, nə ilə bağlı idi? Bu xeyirxah bir insanın tapılması ilə bağlı idi. Bu mətni özünüz deməli, videonu dayandırıb oxuya bilərsiniz. Keçək ilk 11-ci sualımızın izahına. Deməli, əvvəlində Roma rəqəmi yazılmış hansı abzasların yeri dəyişdirirsə, mətnin tərkib hissələri arasında əlaqə bərpa olunar. Doğru cavab burada D variantıdır. Niyə deyəcəm indi? 2 ilə 3-cü abzaslardır. Çünki 2 ilə 3-cü abzaslarda ikinci, üçüncü abzaslara baxaq. Deməli, qədim zamanlarda bir padşah ölkəsinin ən nəcib insanını tapıb onu mükafatlandırmaq istəyir. İşə başlamaq üçün bütün vəzirlərini səfərbər edir. Vəzirlər həmin şəxsi tapmaq üçün gecə-gündüz axtarışa başlayırlar. Və sonra 3-cü abzası yazmaq daha düzgündür. Çünki beləliklə padşahın hüzuruna bu ada layiq olan 10 şəxsin adı olan siyahı gətirirlər. Baş vəzir siyahıdakı 10 adam haqqında padşaha məlumat verməyə başlayır. Və artıq 10 adam kimdir? Tutaq biri var dövlətin ehtiyac sahiblərini paylamaqda ad qazanmış bir şəxs idi, biri hüquqşünas idi, biri məşhur həkim idi və s. və ilaxır. Yəni ona görə birinci 3 olmalı, sonra ikinci abzası olmalı idi. Ona görə doğru cavab oldu deməli D variantı. Sonra deyir ki, adı siyahıda olanların heç birinə aid deyil. Yəni onların içərisində bu şəxslərdən biri yox idi. Pedaqoji fəaliyyətlə məşğul olmaq, müəllim var idi onların içərisində. Dövlətlər arasında sülh yaratmaq yox, insanlar arasında barışıq yaradan var. Dövlətlər arasında yox. Ona görə B variantı səhvdir. Ehtiyacı olan əl tutanlar var idi. İnsanlara sağlam həyat bəxş etmək var idi. Həkim var idi çünki orada, hətta imkanı olmayanlara da yardım edirdi. Məşhur olmaq bu da var idi. Doğru cavab oldu B variantı. Üçüncü, mətnə əsasən yanlış fikri müəyyənləşdirin. Padşahın tapşırığını yerinə yetirmək bir qədər deməlidir, vaxt aparır. Doğrudur. Yəni həmin dəqiqə bunu yerinə yetirə bilmir. Çünki insanları tapmalı, araşdırmalıdırlar. Seçimdə əsas meyarlardan biri xeyirxahlıq amili idi. Doğrudur. Seçilən insanların hamısının maddi sərvəti çox idi. Xeyr, yanlışdır. Misal müəllimin maddi sərvəti o qədər çox deyildi. Yəni müəllimin nə imkanı var ki, yaşlanmışdı, çox kasıb bir adam idi. Doğru cavab elə C variantı olacaq. Padşahın istəyi ilə bağlı axtarış ölkəni əhatə edir. Doğrudur. Padşah məsələ ilə bağlı daha çox baş vəzirlə ünsiyyətdə olur, doğrudur. Keçdik növbəti 14-cü sualımızın izahına. Deyir, mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Səbəbi məlum olur, etdiyi xeyirxahlıq məlum olur. Vəzirlərin deməli sayının çox olmasının səbəbini biz bilmirik axı, niyə vəzirlərin sayı çoxdur. Ona görə bir yanlışdır. Ən nəcib adamı seçməyin səbəbi məlum olur ki, orada da biz görürük ki, onlar ona görə onu seçdilər ki, məlum oldu ki, sən demə bu insanları yetişdirən o müəllim imiş. Ona görə ən nəcib adam ona görə seçiblər. Padşaha maraq bürüməyinin, bəli, orada səbəbi məlum olur ki, yəni padşah saat təəccüblənir ki, necə oldu ki, heç nəyi olmayan, kasıb bir adamı, yaşlı bir adam siz ən xeyirxah bir adam seçdiniz. Ona görə padşahın marağına səbəb olur. 3 də doğrudur.
Bir də etdiyi xeyirxahlığı məlum olur müəllimin. Yəni nəyə görə xeyirxahlıq, daha nəyə görə deyəndə, onun xeyirxahlığının nümunəsini biz görürük ki, şagird bütün o seçilənlərin hamısı onun şagirdləri idi. Doğru cavab olacaq 2, 3, 4, yəni B variantı. Mətnə əsasən nəyi müəyyən etmək olar? Aha, deməli, ölkədə imkansız adamların da olduğunu, bəli, biz görürük ki, orada imkansız adamlar vardı. Seçimin ədalətli aparıldığını, bəli, bunu da müəyyən etmək olur. Hadisənin müasir dövrdə baş vermədiyini, bəli, girişdə var ki, qədim dövrdə baş verir. 1, 2, 3 idi. Doğru cavab oldu C variantı. Üzərində rəqəm yazılmış ifadələrlə bağlı ortaq fikri deyir seçin. Bu ifadələr hansılardır? 1. Yoluna qoymaq, yox, biri ad qazanmaqdır, biri də yoluna qoymaq. Ortaq cəhət hər ikisi üçün də ikisi də məcazi mənadadır. Yəni yoluna qoymaq da, ad qazanmaq da məcazi mənada. Doğru cavab oldu A variantı. Keçdik 17-ci sualımızın izahına. Mətndəki əsas fikrə uyğundur. Yəni belə dedi, ideyaya uyğun gələn hansıdır? Padşah həmişə hər kəsə qarşı ədalətli olmalıdır. Bu doğrudur, amma yəni fikir olaraq doğrudur, amma ideya deyil. Yəni mətndə bunu bizə demək istəmir. Ona görə A variantı olmaz, yanlışdır. Bütün nəcib insanların müəllimləri yetişdiriblər deyə bilmərik. Mətndə görürük ki, seçilən insanların müəllimləri yetişdiriblər, amma bütün insanları nəcibləri müəllimlər yetişdiriblər. Bu yanlış olardı. Müəllimlik həmişə böyük dəyər verilən, uca tutulan peşə sahəsidir. Bu doğru fikirdir, fikir olaraq, amma mətnin ideyasına uyğun gəlmir. Ən nəcib, xeyirxah insan, xeyirli əməl sahibləri yetişdirən müəllimdir. Bəli, biz mətndə də bunu görürük ki, o müəllimi ona görə seçdilər ki, o xeyirxah əməl sahibləri olan adamları yetişdirmişdir. Doğru cavab olacaq D variantı. 18. Mətndəki padşah və vəzirlərin ortaq xüsusiyyəti deyil. Ölkənin idarə edilməsinə iştirak edirlər. Bəli, bu ortaq xüsusiyyətdir. Layiq olana qiymət verə bilirlər. Ortaq xüsusiyyətdir. Kör ona qərar qəbul etmirlər. Ortaq fikirdir. Çünki deməli padşah da bu belə bir insan tapmaq üçün axtarış elan edir. Vəzirlər də bunu axtarırlar. Onların arasından da seçirlər. Deməli bu kör deyilmiş də bu qərar. Seçimləri peşəkarcasınadır. Bəli, doğrudur bu da. Bir təşəbbüs irəli sürülür. Təşəbbüsü irəli sürən yalnız padşahdır. Yəni vəzirləri təşəbbüs irəli sürmür. Padşahın irəli sürdüyü təşəbbüsün arxasında gedirlər və onun belə deyək də təşəbbüsünü yerinə yetirirlər. Yəni doğru cavab oldu Y variantı. Ortaq cəhət deyil bu. Mətnin məzmununa uyğun başlıqlar seçə bilərsiniz özünüz. Burada sizin öhdənizə buraxıram. Yəni burada xeyirxah əməllər sahibi insanlar və yaxud da nə bilim xeyirxah əməl sahibi müəllim və s. və ilaxır. Yəni bu tipli şey seçə bilərsiniz. 20-cidə zər qədrini zərgər bilə deyimli mətnin məzmununa əlaqələndirib fikir yazın. Orada da biz nə gördük? Zər qədrini zərgər bilər fikri ilə bağlı. Biz gördük ki, yəni mətnə görün ki, padşah ölkənin ən nəcib adamı tapmağı vəzirlərinə tapşırır. Vəzirlər də bu işə məsuliyyətlə yanaşırlar və 10 nəfər seçirlər bunların içindən. Onların içərisindən də ən layiqlisini seçirlər. Yəni qoca müəllimi seçirlər. Qoca müəllimi həyata hazırladıkları bu adamlar da həqiqətən də xeyirxah əməl sahibləri idi və vəzirləri də həqiqətən də bu işi çox dəqiqliklə, peşəkarlıqla yerinə yetirir. Ona görə də zər qədrini zərgər bilə fikri buna uyğundur. Keçək növbəti mətnimizə. Bu Tuqay meşələri ilə bağlı bir mətndir. Baxaq 21-ci sualımıza. Deyir ki, Tuqay meşələri sağlam ekosistem üçün vacibdir. Bəli, doğrudur. Yəni doğru deyəndə adı özü burada veribdir. Biz növbəti 2 doğrunu tapacağıq. Mövcud olmaq üçün yerləşdiyi ərazinin su ehtiyatından asılıdır. Bu doğru fikirdir. Sonra ağacların növünə görə yalnız palıd və saqqız ağacından ibarətdir. Xeyr, ondan başqa da ağac növləri var. Qovaq var idi, qarağac var idi, söyüd var idi. Ona görə 2 səhvdir. 1 ilə başlayan variant olmalıdır. Bu getdi, bu getdi. 2 də səhvdir. Elə doğru cavab qaldı 1 ilə 4. Səhralaşma və iqlim dəyişikliklərinə təsir etmir. Xeyr, təsir edir. Mingəçevir su anbarının tikintisi ilə seyrəlmişdir. Doğrudur, çünki orada deyir ki, kürü cilovlamaqla, Mingəçevir su anbarını orada yaratmaqla Tuqay meşələrinin seyrəlməsinə və getdikcə qurumasına səbəb olmuşdur. İnsan müdaxiləsinə ehtiyac olmadan bərpa oluna
bilər. Bu da yanlış fikirdir. Bərpa oluna bilməz. Deməli, mətndə hansı informasiya birbaşa deyil, dolayı yolla verilmişdir? Bu Y variantıdır. Niyə? Çünki meşənin sıx olduğu ərazilərdə şoranlaşma olmur. Bu mətndə görürük ki, Tuqay meşələrində seyrəkləşmə baş vermişdi və getdikcə o yerin altından o şoranlaşma üzə çıxdı və filan və s. Yəni bu seyrəkləşməyə görə şoranlaşma olmuşdu və buradan dolayı bir məntiq çıxır ki, sıx olsaydı, yəni bu şoranlaşma baş verməyəcək. Çünki biz bilirik ki, bitkilərin özünün, yəni ağacların özünün, hətta otların özünün belə su yaratmaq qabiliyyəti var. Ona görə də nə qədər seyrək olsa şoranlaşma bir qədər çox olar, amma sıx olanda şoranlaşma olmur da, yəni su hissəsi daha çox olur. Doğru cavab oldu Y variantı. 23. Mətndə çərçivədə verilmiş sözü əvəz edə bilər. Bu sözümüz yetişdirilməsi vacibdir. Bax bu sözümüz yetişdirilməz sözü. Yetişdirilməz sözdə təbii ki, burada becərilmək sözünə uyğun gəlir. Doğru cavabımız olacaq. Burada da A variantı. Mətndən çıxan ümumi fikirləri müəyyənləşdirin. Ümumi fikirlər nədir? İnsan fəaliyyəti təbiətin tarazlığını qorumuşdur, yox pozubdur. Biz gördük ki, yəni insan fəaliyyəti nəticəsində Tuqay meşələri seyrəkləşib və qoruyubdur. Ona görə biri səhvdir. Su hövzələrinin insan müdaxiləsi təbiətə böyük zərbə vurmuşdur. Bu doğru fikirdir. Həqiqətən görürük ki, Tuqay meşələrinə o müdaxilədən sonra zərbə dəyibdir. Ekoloji tarazlığın qorunması Tuqay meşələrinin bərpasından birbaşa asılıdır. Doğrudur. Tuqay meşələri azalsa da iqlimi sabitliyi qorumuşdur. Səhvdir. Doğru cavab oldu 2 ilə 3. Aşınmaya məruz qalmış ağac qalxır, həm də bir çox canlıların yaşayış yerini çevrilir cümləsinin mətnin hansı abzası soruna artırılsa, fikirlər arasında əlaqə pozulmaz. Bu doğru cavab C variantıdır. İndi üçüncü də daha doğrusu. Niyə? Deməli, baxın orada da var ki, bu ərazidə çürüməkdə olan ağac kökləri hələ də sahil bərkici funksiyanı qismən saxlayır. Eyni zamanda yəni ağacların qurumasından və onun köklərindən və s. söhbət gedir. Yəni orada ağac qalxar, bir çox canlıların yuvalarını sevilə bilər də. Nə bilim orada hansısa quş və yaxud da hansısa bir heyvan oradan sığınacaq kimi istifadə edə bilər. 26. Mətndəki nöqtələrin yerinə uyğun sözü müəyyənləşdirin. Nöqtələr burada deməli, həm də kənd təsərrüfatı məhsuldarlığının meşə və torpaq meliorasiyası tədbirləri həm iqlim sabitliyinin, həm də kənd təsərrüfatı məhsuldarlığının əsas təminatıdır. Bəli, bu olacaq təminatı sözü. Mətnlə bağlı doğru hökmləri müəyyənləşdirin. Kür çayının mənbəyi məlum olsa da mənsəb məlum deyil. Mətndə belə bir məlumat yoxdur. Deməli, torpağa göstərən diqqət bir neçə tərəfdən fayda vermiş olur. Bu doğru fikirdir. Tuqay meşələrinin məhv olması səbəbi məlumdur. Bəli, Mingəçevir su anbarının tikilməsi buna səbəb olmuşdur. Mütəxəssislər problemin həllini mümkünsüz hesab edirlər. Yanlışdır, mümkündür. Tuqay meşələrinin mövcudluğu ekosistemi zədələyir, zədələmir. Onların mövcudluğu ekosistemin tarazlığını gözləyir. Ona görə bu da səhv. Doğru cavab oldu 2 və 3. Mətndə üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənada işlənmişdir? Baxaq. Birinci sözümüz hansıdır? Burada daimi axıma malikdir. Bulaqların axımı təbii ki, bu həqiqi mənadadır. Sonra ikinci sözümüz, lakin çay cilovlandıqdan sonra çayın cilovlanması məcazi mənadadır. Üçüncü, bu ərazilərdə çürüməkdə olan ağac kökləri hələ də sahib bərkidici. Bir dəqiqə. Bu 23-cidir bu. Bu ərazilərdə çürüməkdə olan ağac kökləri hələ də sahil bərkidici funksiyanın qismən. Əslində qalanda bu da həqiqi mənada işlənibdir. Bizdən məcazi mənada olan yox. Həqiqi mənada işlənibdir. Çürüməkdə olan. Sonra şoranlaşma kənd təsərrüfatının yararlı torpaqların. Dördüncü, kənd təsərrüfatı. Bu da həqiqi mənada işlənibdir. Beşinci sözümüz hansıdır? Əhəmiyyət daşıyır. Bu da məcazi mənada. Bizdə məcaziləri istəyirsə doğru cavab olacaq 2 və 5. Görə hansı variantdadır? 2 və 5 A variantında. Bəli, məcaziləri istəyir. Sonra mətnə əsasən cədvəli tamamlayın. Deyir burada problemdir və problemin həlli yolu. Problem burada nədir?
Dostlar, problemin səbəbi, yəni Tuğay meşələrinin qurumağıdır və bu problemin həlli yolu necə aradan qaldırılır? Səhralaşma, daha doğrusu Tuğay meşə oranlaşma, bunların aradan qaldırılması meşə zolaqlarının bərpası ilə mümkündür. Yəni bir çoranlaşma, bir də əkin üçün yararlı torpaqların olmaması, azalması bu problemdir. Siz yaza da bilərik burada. Bir dənə baxaq görək. Məsələn, şoranlaşma yazaq bura. Şoranlaşma. İkinci yaza bilərik ki, misal üçün səhralaşma. Səhralaşma. Və problem həlli kimi meşə zolaqlarının bərpası. İndi Mingəçevir su anbarı tikildi. Nəticədə nə baş verdi? Nəticədə tutaq ki, bir yaza bilərik bura. Tuğay meşələrində seyrəkləşmə baş verdi. Düzdür? Deməli, iqlim dəyişdi. Bax, iqlim dəyişdi. İqlim da belə çeyilir. Dəqiqə. İqlim dəyişdi. İqlim dəyişdi. 2. Qurun suları qalxdı və yaxud da səhralaşma gücləndi. Səhralaşma. Üçüncü isə nə deyə bilər? Tuğay meşələrinə təbii bərpasına zərər vurur. Tuğay meşələrinə zərər dəydi. Tuğay meşələrinə zərər dəydi. Bu qədər. Oldu. Sağ olun. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.